Əgər həyatda nəfəsiniz o qədər bir şey istəyirsinizsə, bəhanələri susturun. Əsas olan bir amil nədir? Başarıya möhtac olun. Şans sizi o gəlməyəcək. O şansı özünüz bilin. Salam əzizləyicilər. Bugünkü video mövzumuz fərqlilikdə olan gücümüzdür. Mən adətən short videolar düzəldirəm. Yəni ki, bir qısa videolar. Amma istədim ki, uzun videolarda bir start verək. Bu videolar ümumi olaraq o mövzunu ətraflı müzakirə edək sizlərlə. Videodakı bütün müzakirələrin sonunda sizin o yorumlarda, yəni ki, müzakirələrdə fikirlərinizi və suallarınızı o gözləyəcəm və orada da ətraflı müzakirə edərik. Demək, fərqlilikdə o ki, bu gücümüz bizim o nədir? Hər insan o dünya üzərində bir-birindən fərqlidir. Buna adi tip sahəsində olan o barmaq izimizdən o bilə bilərik ki, hər insan bir fərqli bir tipdir. Dünyaya o gəlirik, o fərqliliyin o gəlirik o dünyaya və o dünyada nəsə bir qazanmaq üçün o gəlirik. Öz istəyimiz, özümüzü o başarımızı əldə etmək üçün gəlirik. Ancaq evimizdən, ətrafımızda, o dostlarımızda, o məktəbdən eşitdiklərimiz əsasən bəzi hallarda insanlar fikirlərini və istəklərini unudurlar və ya daha fikir verməməyə başlayırlar. Ancaq onu bilin ki, hər insan fərqlidir. Bu fərqlilik həm mənəviyyatdan, həm şuursal, həm də fiziki ola bilər. İnsan var, bütün o depressiya içində olur, bütün yəni ki, stres üçün olur, əsəb üçün olur. Bu insanın şuursal bir zəifliyidir, mənəviyyatsal bir zəifliyidir. Amma insanlar o var ki, fiziki zəifdirlər. Bu video əsasən fiziki zəif olan insanlara sözümü şamil edəcəm, onlara motivasiya vermək istəyəcəm ki, insan var ki, əl-ayağı olmadan o dünyaya o gəlir. Amma bu o demək o deyil ki, həmin insan o dünyaya bir yazıq, bir fağır o kimi o gəlir və o getməlidir. Həmin insan da bu dünyada uğurlar əldə edə biləcək bir kapasitəyə malikdir. Yəni ki, əl-ayağı olmayan insanlardan Nick adlı bir insan o götürə bilərəm ki, həmin bu Nick adlı insan araşdıra bilərsiniz. Demək ki, bu əl-ayağı olmadan o dünyaya o gəldi, ancaq bu insan motivasiya natiq edir. Yəni, əl-ayağı olmayan bir insan həm motivasiya o natiq edir, insanlara motivasiya o verir, həm də ki, bir yazardır. Ondan sonra bu John Nash adlı bir alim var, bu şizofrendir. Yəni, bu paranoyak bir şizofreniya halı yaşayıb, amma ki, Nobel mükafatı əldə edib. Ondan sonra Stephen Hawking var, bunu tanımayanınız olmaz. O klasikaya hakim olmuş, yəni ki, bir alimdir bu. Və Hawking 19 yaşından etibarən bir klasikaya hakim olur və sümük iflicində məruz o qalıb. Amma bu Hawking 2 il ömrü verməyənə rağmen, bu Hawking dünyada, yəni ki, bu kosmologiya sahəsində, xüsusən də bu qara dəliklər sahəsində xüsusi bir nailiyyətlər əldə edib. O düzün Nobel mükafatı almadan, ancaq 4 kitab müəllifi oldu və mühüm bir yəni ki, tapıntılar oldu bu kosmologiya sahəsində. Ondan sonra Paul Alexander adlı bir insan var ki, həmin insan demək ki, bir küpün içində, bir aparat içində, uşaqlıqdan ölümünəcən onun içində yaşayıb o insan. Onu da araşdıra bilərsən ki, Paul Alexander adı. Həmin insan aparatın içində məhkum oldu o bütün ömür o boyu, amma həmin insan hüquqşünas oldu, vəkil oldu və məhkəmələrdə o çıxış edərək, o yəni vəkilliyə bir vəkil kimi işləyib yəni həmin insan və həmçində bir yazar olub. Yəni, əlini, ayağını, o bədənini heç zaman işlədə o bilməyən o bir insan, o başı ətrafda, yəni açıq olan bir insan hüquqşünas və vəkildir. Yəni, bu insanlar uğur əldə ediblərsə, hər insan əldə edib o bilər. Götürək Elon Musk'ı. Elon Musk şuursal olaraq biraz fərqli fikirləşən bir insan. Yəni ki, şirkət o satıb və üzərinə o pul qoyub, evini, zalını hamısı o satıb və 3 şirkət bərpa eləyir və həmin 3 şirkət onu o bu dəqiqə milyarder eləyib.
Mən o demirəm, siz indi bu dəqiqə sabah milyarder olacaqsınız. Ancaq uğur yolunda davam etsəz, həmin zirvəyə yetişməniz niyə də olmasın? Elon Musk o kim, o düşünən neçə nəfərik? Və ya Hawking o kimi iradəsi olan neçə nəfərik? Mənim özüm nitqimdə ağırlıq var, o danışan, o bəzi o tutulmalar yaşayıram. Ancaq bu kanalı açmışam və nitqimə rəğmən bu kanalda videolar hazırlayıram və həmçinin o təlimlər, yəni bu konferanslarda iştirak edirəm, həmçinin də bir yazaram. Yəni, söyləyəməm odur ki, sizə əsasən də fiziki fərqliliklərə rəğmən özünüzü ümiddən salmayın. Əksinə, özünüzü ümidli hiss edin. Yəni, bu fərqlilik sizdə varsa, bunu Allah sizə verib, o demək ki, bu fərqlilik, o daşıya, o biləcək bir gücü sizdə var edib və sizin də uğurunuzu o fərqliliyə rəğmən var edib. Əsas odur ki, irəliyəsiniz. İrəliləmək üçün nə lazımdır? Şuursal bir dözümlülük lazımdır. O birinci, fiziki məhdudiyyətinizə, fərqliliyinizə rəğmən heç kim o sözə fikir verməməlisiniz. Hamı o deyəcək, sən bu cürsən, sən bu problemli bir insansan və istədiyi uğuru nail ola bilməyəcəksən. Mənə də o deyirlər ki, YouTube açım, o konferanslar ilə o tutulacaqsan, danışa bilməyəcəksən. Amma mən bunu necə açdım? Çünki bu istəyimi uğur yolunda, bu sahədə irəliləmək istəyimi öz nəfəsim o qədər istəyirəm. Əgər həyatda nəfəsiniz o qədər bir şey istəyirsinizsə, onu hökmən var edəcəksiniz. O çünki, yəni ki, o bir amili, o bir hədəf istəmək ayrıdır. Hər an o zehninizdə milyon bir düşüncə və istək olur. Ancaq o bircə hədəf ola bilər ki, o bizə nəfəs qədər bir dəyərli olsun və həmin o nəfəs qədər o dəyərli olmasını da biz o dərk eləməliyik, fikirləşməliyik ki, onu qəbul eləməliyik ki, bu həqiqətən mənim o nəfəsimdən, o son ikinci nəfəsimdir. Əgər o belə etsəz nə olacaq, siz bircə o gün belə həmin hədəfiniz uğrunda çalışmasaz, özünüzü o narahat hiss edəcəksiniz. Özünüzü o boğulan suda, o boğulan o bir insanın o nəfəsi necə ehtiyacı var, özünüzü elə ehtiyaclı hiss edəcəksiniz. Və bu istək sizin uğur yolunda o dayanmadan irəliləməyinizə o şərait yaradacaq. O bəzən motivasiyasız olur, o bəzən o depressiya, o düşmüş bir halda olur. Bunlar hamısı olur və normal bir şeydir. O bizi inanmayanlar, o bizim ümidinə o salmaq istəyənlər və s. Bunlar hamısı olur. Bunlar sizə bir idman məşq o kimi o gəlməli. Necə ki, idman məşqində o gözəl bir o bədən vücuduna sahib olmaq istəyir, amma idman məşqində o çətin olur. O bizi o yorur. Ancaq nə edirik? Həmin yorğunçuluğu, həmin o yorulmaya rəğmən o davam edirik və o bədən istədiyimiz o quruluşu əldə edirik. Və həmin o çətinliklər, o maneələr, o insanların ümiddən o salmaları, o qarşımızda o dayanan, o bir hasar kimi olan bir əngəllər, o bizim də o çətin idman məşqləri o kimi o bir xüsusiyyətə malikdir və bunu o dərk eləməliyik. Həmin o çətinlikləri o çəkməliyik ki, uğurumuzu o sonunda o bədən quruluşuna, necə deyim, o mütənasib olan uğurumuzu sahib ola bilək. Həyatda hər şey o boş verir. O şəraitim o yoxdur, nə bilim. İndi eləməyib, o sabah eləyərəm, bir ildən sonra vəziyyətimi yaxşılaşdırım eləyərəm. Bunlar heç minə fikir vermir. Bunlar sadəcə o bəhanələrdir. Bəhanələri susturun və uğurunuz uğrunda əlinizdə nələr varsa, o bir zərrə belə atom olsa əlinizdə, məsəl üçün, yəni misal çəkirəm, ki, atom o dünya üzərindən, o kainat üzərindən kiçik bir zərrəcikdir. Həmin o atom zərrəciyi qədər bir şansa belə sahib olsaz ki, əvvəldə o şansınız, həmin amil o qədər zəif və gücsüz olacaq. Həmin zəif olan o şansınızdan istifadə edin. O çünki şans sizi o gəlməyəcək. O şansı özünüz yaratmalısınız. O uğur yolundakı o yolunuzu özünüz var eləməlisiniz. Və sizə o bir şey deyim. Uğur yolunda sadə yollar yox, körpülər düzəldir.
və həmin o körpün o keçdikdən sonra isə arxavızda düzəltdiyiniz o körpün o dağırdın ki, o körpünü uçurdun ki, o geri qayıda bilməyəsiniz. Bu sizin zehninizə hakim olsun ki, artıq o körpü dağılıb. Artıq bunu mən keçmişəm və davam etməyə o başqa bir çarə o yoxdur. O bilirsə əzizləyicilər, əsas burada əsas olan bir amil nədir? Başarıya möhtac olmaq. O başarını istəyə bilərsən, amma ona möhtac olsan, onun uğrunda hər şey eləyəcəksən və möhtac olmaq üçün də o başarının nəfəsini o qədər bir dəyərli və qiymətli hiss eləməlisən. Necə ki, başımızı suyun altına saldıqda və bir dəqiqədən yuxarı suyun altında dayandıqda özümüz o boğular kimi hiss edirik və həmin anda əsas o bircə istəyimiz, o düşüncəmizdə bircə bir fikir olur ki, mən nəfəs alım. Bax, uğur yolunda, hədəfinizə nail olmaq yolunda da belə olmalısınız. Bircə işləriniz olmalıdır ki, hədəfə nail olun. Hər gün bir addım belə olmasa, bir yarım addım belə, o yolda mən addım ata bilim. Əgər bunu eləsəz, uğur sizə o gələcək. 1 ilə, 2 ilə, o deyənmərəm zamanı. Elon Musk 15 il o çalışdı, Selçuk Bayraktar 20 il. Amma uğurlarını əldə etdilər. Həmin o John Nash o dediyim, o paranoyak bir alim ömrünün son o 5 ilində Nobel mükafatını aldı. Ancaq burada əsas olan predmet ondan ibarətdir ki, uğuru əldə edəsən. Əgər bu dəqiqə milyoner olmaq istəyirsiniz, əsas o puldursa sizin fikrinizdə, bu mümkün olmayacaq. O çünki fikrinizdə o pul və maddiyyat sizdə heç zaman olmamalıdır. Fikrinizdə uğura nail olmaq, ona sahib olmaq, ömrünüzün o son ilində belə olsa, ona nail olmaq olmalıdır. Və inanın, ömrünüzün o sonuna o qalmayacaq və çox tez zamanda olacaq. Əzizləyəcək, videonun sonuna gəldik. Əgər videonu bəyəndinizsə, bəyənməyi və abunə olmağı unutmayın. Abunə olmaq, həqiqətən o mənim üçün o böyük bir necə deyim, bir yaxşılıqdır ki, o kanalı inkişaf verir və sizdə o kimi o daha çox izləyici, o çatır videolarım və bu məni həqiqətən də bir motivə edir ki, izləyicilərə motivə olar və onlara bu cür mövzuları onları müzakirə edən ki, bilirəm. O kütləmizi qaldırmaq üçün abunə olaq və yorum hissəsində öz fikirlərimizi və suallarımızı qeyd edək.